Bismillahirrahmanirrahim. Şeyx Saduq rəhmətullah əleyh Əl-Xisal əsərində İmam Muhammed Baqir əleyhissalamdan belə bir hədis nəql edir. Deyir, Həzrəti Nuh əleyhissalam öz qövmü üçün Rəbbinə dua etdikdən sonra, onlar nicat tapdıqdan sonra iblis gəlir Həzrəti Nuh əleyhissalamın yanına, buyurur, məndə sənə verəcək nəsihətim var, tövsiyəm var. Həzrəti Nuh əleyhissalam buyurur, mənə xoş deyil. Yəni, mənə xoş deyil ki, sən iblis mənə nəsihət verəsən. Amma buyur görüm, nə deyirsən? İblis lənətullah aleyh buyurdu ki, sən ki qövmün üçün dua elədin və qövmün yəni batdı və sənə iman gətirənlər xilas oldu, bu məni narahat edir. Amma mənim sənə olan nəsihətim budur ki, 3 yerdə məni xatırlayın, 3 yerdə məni yada salın. Onlardan biri budur ki, qəzəblənən zaman, uzkuruni izə qədibdə, qəzəblənən zaman məni yada salın. Həqiqətən də insan qəzəbli olan halda nəfs ona hakim olur. İnsan qəzəbli halda nə etdiyini, nə dediyini bilmir. Nəfs qəzəbli halda insana hakim olur. İkinci buyurur ki, uzquruni izə həkəmdə beynə ithneyn. 2 nəfərin arasında hökm çıxardan zaman, hökm verən zaman məni yada salın. Çünki mən həmin vaxt insana daha yaxınım. Həqiqətən də belədir. İnsan 2 nəfərin arasında olan mübahisəni həll etmək üçün gərək 2 nəfər də eyni zamanda dinləsin. Əgər bir tərəfli dinləyərsə, mütləqdir ki, o danışan tərəf özünə bəraət qazandırar və hökm çıxardan da onun xeyrinə hökm çıxardar. Bu, həqiqətin əksinə də ola bilər. Ona görə insan hökm çıxardan zaman gərək 2 nəfəri eyni zamanda dinləsin. Üçüncü buyurur, vəzkuruni izə kuntə mə imrəətin xaliyən leysə məəkumə əhədən. Əgər bir naməhrəmlə, bir qadınla bir yerdə olarsa və sizdən başqa bir şəxs olmazsa, bu yerdə məni daha çox xatırlayın. Həqiqətən də bu 3 yerin üçünə də diqqət edəndə, insan qəzəblənən zaman, 2 nəfərin arasında hökm çıxardan zaman və naməhrəmlə bir yerdə qalan zaman ki, heç kəs olmasa, bu zaman nəfs insana hakim olur. Ona görə şeytan, iblis belə Həzrət Nuh əleyhissalama buyurur ki, bu 3 yerdə məni daha çox xatırlayın ki, mən bu yerlərdə insana daha çox yaxınam.